Salam, mənim kanalımın gözəl xanımlar, necəsiz? Əziz xanımlar, hər kəs kimi mənim də başım qarışmışdı. Bayram hazırlıqlarına inan ki, yəni vaxt edə bilmirdim ki, video çəkəm. Burada da gördüyünüz kimi oradan buradan videolar çəkmişəm, hazırlamışam. Çünki heç inanın ki, vaxt eləyə bilmədim. Qonaqlarım da oldu düzü. Ona görə yəni bayram hardan gəldi, getdi bilmədim də, yəni həqiqətən də. Düzdür, Allah hər kəsin evini qonaqlı qaralı etsin. Biz də onların içində. Amma yəni həqiqətən də yorucu bir işdir. Hər işin dalıcan qaçmaq, yəni istəyirəm hər şey də gözəl olsun, ürəyim istəyən kimi olsun. Ona görə də yəni həm yorulur adam, həm də vaxt eləyə bilmirdim ki, video çəkəm. Burada da gördüyünüz kimi yoldaşım balıq almışdı. Düzdür, doğramışdı, təmizləyib doğratdırmışdı, amma hissələrə bölünməmişdi. Dedim gətirim hissələrə də bölüm. Biraz vaxtım varkən çəkim də. Mən çox balaca etmədim. Çünki balaca sevmirəm. Nə kebabda, nə belə qızartmalarda, yəni balığı çox balaca sevmirəm. Belə məncə standart gözəl oldu. Doğrayandan sonra qəşəngcə yudum. Ondan sonra dedim biraz suyu süzülsün. Burada da dedim soğanların eləyəcəyim ətin soğanlarını doğrayım, hazır qoyum ki, rahat olsun da, yəni. Həqiqətən də, yəni belə deyim də sizə, qızartmasından çox balığın kebabda daha çox belə mənə çox xoşuma gəlir, ləzzət eləyir ki, kebabda o ocağın da iyi gəlir, yəni o balıqdan həqiqətən də çox dadlı olur ocaqda. Burada da gördüyünüz kimi suyu süzüldükdən sonra duz vurdum, biraz istiot vurdum, çox vurmadım. Sonra da soğan əlavə də edirəm. Burada da görəcəksiniz inşallah. Amma onu deyim ki, yəni yeməklərim həqiqətən də çox duzlu çıxmışdı bu səfər. Yəni mən hər zaman diqqət edərəm, yəni həqiqətən çox duzlu çıxmışdı. Yeyənlər də deyir ki, yəni duzlu yeyəndilər hamısı. Yəni dedilər ki, hamısı biraz duzludur. Yəni mən əslində elə eləyən deyildim, bilmirdim yəni hara qaçım da. Yəni bəlkə də bir dəfə tökdüyüm ikinci səri yadımdan çıxırdı, təzədən duz tökürdüm. Ona görə də ola bilər ki, çox duzlu olsun. Burada da hazırdır artıq. Burada da toyuqlar etmişdim. Yəni hazır almışdım. Əslində doğramağa vaxtım yox idi deyə yoldaşıma dedim, hazır aldı, gətirdi. Bu da idi. Bir də qənədi idi. Bizdə ən çox onlar yeyilir deyə, o hissələr yeyilir deyə. Ona görə də bunları aldırmışdım. Yəni burada özüm üçün etmişdim. Sonra əlavə kebab bişirdiyimiz zaman əlavə etdim ki, çünki çatmayacaqdı. Çünki qonaq dedi ki, gəlirik sizə, dedim yox, olmaz. Bundan yəni çatdıra bilmərik də. Əlavə də çıxartdım, hazırladım. Burada da yəni gördüyüm işlərdən hissə-hissə çəkmişəm. Yəni tam olaraq nə hazırlamışdımsa onları tam olaraq çəkə bilmədim. Hərəsindən biraz çəkmişəm. İnşallah ki, bəyənərsiniz videomu. Abunə olub like edərsiniz. Hər birinizin bayramını təbrik edirəm bir daha. Yeni ilimiz hər birimizə düşərli olsun, xeyirli olsun. Gözəl xoşbəxtlik arzulayıram hər birimizə. Özünüzə yaxşı baxın. Yeni il hər birimizə bol-bol şans gətirsin. Məni izlədiyiniz üçün də hər birinizə sonsuz təşəkkür edirəm. Hər birinizdən Allah razı olsun. Çox sağ olun, var olun.